Yedirin uşaqlar KFC yemeyen sağ olun. Merhaba dostlar, ben Rüya Tezler'den YouTube kanalıma hoş geldiniz. Bugün bir günlük bir vlog çekiyorum ve vlogumu size daxilsiz. Bugün son gündü, yani çünkü biz distant dərsdə keçirik deyə mən də gedirəm Mingəçevirə. Hər neysə, daha sonra səhv etmirəmsə, əgər topu gətiriblərsə voleybol oynayacağıq, gətirməyibsə oynamayacağıq. Daha sonra KFC-yə girəcəyik. Qızımın bir sayılı korpusda Taymur'dadır. Yani bilmiş olarsınız. Evet. Bu arada gelip TikTok'umdan Instagram'a follow atarsınız. Bu arada vlog çekme o kadar çetin bir işti ki yani çok çetindi. Hani seni gezmişim yani. Bir ilk gün çektim, bir de axırı gün. Son gün ne düşünüyorsunuz? Sonra ortası yoktu. Bir ilk gün, bir de axırı gün. Ne düşünüyorsunuz? Ne? Son gün ne düşünüyorsunuz? Ayda, əslində son gün deyil, online əsas bizə öyrənir. Online nəsə indi. Yəni olaraq pis oluram. Həqiqətən pis oluram. Birinci kurs elə bir ki, bir də olmayacaq. Şehrin tam bir yay kızı olub. Sen ne düşünüyorsun Şehrin? Ne? Ne düşünüyorsun? Nə barədə? Son yani günümüz olarak birinci kurs. Son deyil əslində mənim fikrimcə. Mən zaten birinci kursu çox maraqlı keçdi. Davalı, ondan sonra nə bilim mehribançılıqla falan hamısı çox qəşəng oldu. İnşallah ikinci kursda belə mehriban kollektivlə yığışarıq. Ən əsası da dalaşmar və belə 10 imtahan həftəmiz gəlir, onda yenə vloglar çəkərsən. Ha, çekeceğim. Mən çəksən. Sağ ol. Bu bana depressiyadadır. Niye bu? Yox, mən depressiya deyiləm. Mən çox xoşbəxt istəyirəm. Kursdan mı? Ay, Öləndən sonra baxırlar videolara belə çəkib bir-bir söz. Ha bak, o benim, o YouTube videosu. Acı, sen ne düşünüyorsun? Tamam. Acı, biz sosyal medyada TikToker'ımız. Çox evet dostlar, axırda kanalımızda. Dostlar bize TikTok edir, qrupa TikTok edir. Nə deyim, axırıncı günlə bağlı, əyəmli olaraq gördüyümüz axırıncı gündür. Mən çox xoşbəxtəm. Ümumi olaraq Mən çox xoşbəxtəm. dalaşmayın bir dakika. Dəyəcəklə sözün kəsmir. Ümumi olaraq bu qədər tez keçməni gözləmirdim. Mən də. Amma qəşəng keçdi, Real. maraqlı oldu. İnşallah İnşallah- bundan sonraki illərdə daha maraqlı olar. İnşallah bundan sonraki iller yok. Bundan sonraki imtahanlar da maraqlı olur. Amin, amin. Ha bir de amin. Amin. İndi çəkir falan. İndi çəkir, hə, onda. Bakı dövlətə. İndi mən gedirəm özümü yeməyə alım çünki acam yəni. Azından Zəhra. Zəhra düşmək istəmirəm amma çox bayılıram. Yo, gecikmirsən? Hayır, 10 dəqiqə. Girməyəsən də. Yo, girəcəm, fıtı düşürəm. Bir insan da gecikib. Hansı toxuyursunuz? Get elə jurnalistikaya gir, orada ən birinci. Aşağıdayım. Sol birinci. Anladım çünki istədiyim sandviçdən yox idi. İndi birazdan gələcəm. Azından unutmam. Gedirəm. Ha, fıtı düşürəm oğlum. Sən düşürsən. Sonunda indi gedirik məkan. Getmə. Sonra yenə yoxdu. Yenə gəlmək istədiyim şeydən. Bu da liftimiz. Ha, bunun biri bu mekanizmasını bağlamışam. Aslında teşekkür ederim. Derdimiz şeyi. Özdə təzə geyinmişdim, bu gün təzə yeyilib çıxıb. Ne yapayım, hamımız da cədvənin başını yığışan deyil olacaq da. Ama TikTok'u böyle. Dostlar, kanalın adını deyim. Dersin Nakiro böyle. Ama Zula gelip şeydi. Bozduram. Bakıda məndə girə biləcək ən ikonik şey falan da yəni. Mən də.
dostlar, yəni universitet belə bir yerdir. Kim nə deyir ki, pisdir falan, pis deyil. Yəni, prosto biraz bunlar çətinləşdirir. Ürək sözlərimiz deyirik bir-birimiz haqqında. Fəqət görsən danışıram, nə olur? Hə, şunu da dediyinə razıyam, amma bir çalışan mehribançılıq olsun, çünki bu birinci kurs getdi, növbədə qarşıda elə üç kursumuzdur. Əli! Zeynəb sən çəkir. Zeynəm. Salam. Üçüncü dərsi qıracaq, KFC-yə gələcək. Sonunda oldum. Danışmadan sonra mən danışdım. Mütləq gəlin. Məncə də mütləq gəlməlisən. Yəni Bakı dövlət elə bir yerdir ki, yəni buradan əyləncəli. Ən əsasda bilirsiniz niyə gəlin? Çünki burada mən oxuyuram ona görə. Və bu arada inşallah gələndə bizim kimi qrupa düşərsiniz. Bax, tam ciddi deyirəm. Məsələn, nə qədər arada bəzi problemlər olsa, dalaşsaq da falan, günün sonunda mehribançılığa bağlanırsa söhbət, onda o qrup həqiqətən qazanmısınız da siz. Və bir şey də yaxşıdır ki, əgər siz ingilis qrupuna düşmüsünüzsə, amma ingilisini bilmirsinizsə, əgər belə qrupa düşmüsünüzsə, hamınız birinizə dəstək olacaqsınız və hər biriniz birlikdə irəliyəcəksiniz də, bu çox yaxşıdır. Bu ümidiniz. Gəl gəl, məsləhət verir, gəl otur. Nə çıxınıma nə verdim? Mən niyə dururam? Otur. Otur, mən də danışacağam, məsləhət verir. Danış görək, nə Gələn məsləhət? uşaqlar, baş dövlət əvəzsindən gələn uşaqların nəzərinə. Uşaqlar, birinci gələcəksiniz ilk bir ay, 15 gün, 20 Adaptasiya gün. prosesində biraz əziyyət Çox, çəkəcəksiniz. yəni deyəcəksiniz ki, heç nə, hayat vəziyyətindən. Oğlanlar deyəcək ki, kəşərsizə girərdim, qızlar deyəcək ki, kəş... Ərə gedərdim. Ondan. Yəni, qıranan da olsun. Amma son, yəni görəcəksiniz ki, semestrin sonuna yarın kursu yaxın, bir də əlini çəkib belə olacaqsınız, bax. Əlini çəkib belə oxuyacaqsınız. Amma sizə bir dənə reallığı deyim ki, siz fikirləşirsiniz kimi yer deyil. Yəni, siz fikirləşirsiniz ki, gələcəm universitetdə oxumayacam, zad yox, oxuyacaqsınız. Yəni, çox əziyyət çəkəcəksiniz, çətin deyil. Sən danışacaqsın. Danış. Hə, yəni çox əziyyət çəkəcəksiniz. Amma sonra yavaş-yavaş hər şeyin ritmi tutandan sonra, öyrənəndən sonra, hər şey öyrəşəndən sonra daha çox rahat olacaq. Ona görə də uşaqlar. Heç nə yəni. Dəyər, məncə qəbul olmağa dəyər. Baş növbətə dəyər. Baş növbətə dəyər, amma onu bilin ki, heç nə uşaqlar. İlk bir ay öləcəksiniz, öləcəksiniz. Hətta yəni başqa yerdən gəlirsinizsə daha... Mən də fəqam fikirlərinə qatılıram. Yəni biz üçümüz də başqa-başqa yerlərdən gəlmişik. Hamımız yəni gələndə adaptasiya prosesində yəni çox əziyyət çəkirdik. Sonradan bir aydan sonra yəni vaxt da getməli demək olar ki, bir həftə gedəndə sevinirdik ki, vaxt gedir. Yəni semestrin sonu çatsaydı yaxşı olardı. Amma indi də deyirəm ki, kəş bitməsə də. Məncə də yəni indi bitməsə daha yaxşı olardı. Çünki bir-birimizə daha çox uyğunlaşmışıq. Oy, texnologiya. Yəni üçün daha çox darıxacağıq falan. Başqa da nəzmlə gəlir. Nəzmlə. Bir şey deyim, boş şeydir, yalandır, inanmayın. Allah elə istəyəsiniz ki, qutarsın hər şey ki, bir dənə canlımız qutarsın. Zəhləsi gedir. Buyurun. Deməli, həm zəhləmiz gedəcək, həm öyrəşə bilməyəcəksiniz, amma risk öyrəşəcəksiniz. Onu tutmaq lazımdır. Düzdür. Bir də sinirlərdə çıxma deməyin. Bu ümumiyyətlə həyatın qanunudur, qaydasıdır. Özəl həyat. Eynən, özəl həyatınızı paylaşmayın. Amma yaxın olun, səmimi olun, ilan olmayın. Sağ olun. Məncə də. Heç nə uşaqlar, bağlıysan indi. Bağlayıram. Gedir uşaqlar KFC yeməyə, sağ ol. Nəsə söndürsən bu? Bunlar. Texnologiya da var. Əvəz eləmək gəlmişsiniz? Bitmədi. Biz iki seçim arasında qalmışıq. Bezdik. Həqiqətən bezdik. Amma videoya gəlin. Son zəng səsini eşitdik də, yəni birinci kursun son zəng. Hayda. Vegan. Sonuncu dərsi və bəlkə biz dərsə girməyək deyirik. Bəli, dərsə girməyəcəyik. Çünki qaybımız baxmamızda qaybımız yoxdur. Yoxdur qoy. Yox, qaybımız yoxdur. Qaybımız yoxdur. Özü də axı. Özü daxı. Arxadan da bir dənə mahnı. Gözü jurnalistika fakültəsində düşsün, gəl. Bax, fakültənin starıdır da bu uşaq. Özü də axı. Anlıq bir qərarla mən dırnaqlarımı düzəltdirəsi oldum. Dostlar, sizdə Biz belə üçün
Nə ola deyək ki, Dehtan müəllim. Dostlar, tədbirə gedirik. Fəqan da buradadır. Fəqan. Kimsə gəlmiş dostlar. Sağ ol. Elə əl qoyuram. Ömür gəlir. Fəqanı gəlir. Bu fırlatmaq olur belə. Ha, yox. Şeydən olur, yox, orada bas. Şimdiki hepsi var. Görürsünüz, yani üniversite hayatı böyle bir şeydi, tələbəlik hayatı böyle bir şeydi dostlar. Yani yalan değil, inanmayın. Bir ilde birinci matematik yani. Matematik çok ağladı herhalde seni. Yani çok ağladı, çok fazla bir şeydi. Yani esaslı grup olur. Yani. Basayı bas bakalım basın. Mən də çəkirəm. Gəl söhbət edelim. Hə, başla, çəkir. Nə olursun sən? Çəkir də, yuxarı. Sanki. Blok çəkir. Çəkir də olur. Hamıya salam. Getdi, hara getdi bu? Kim gəldi? Uçdu. Deməli dostlar, əslində universitet yaxşıdır. Əgər qrup yoldaşlarınız yaxşıdırsa, yəni məsələn biz 2-ci semestrdə bu kuruqa əldə eləmişik. Amma məsələn peşmanam ki, biz 1-ci semestrdə bu qədər yaxın olmamışıq. Kəşki olardı. 1-ci semestrdə ailəm demişdi bir-birinə, bilmirdi kimlə yaxın olaq. Amma indi yaxınıq, yaxşıyıq. Düzdür, aramızda olanlar da var, olmayanlar da var. Amma yaxşısı ilə pisi ilə məncə yaxşıdır hər şey. Məncə qəşəng başlayır. Salamlayıram əvvəla hamı. Dostlar, məncə universitet həyatımızın maraqlı keçməsi üçün ən önəmli şeylərdən biri də təbii ki, dost çevrəmiz, dost qrupumuzdur. Onu düzgün seçsəz əgər, inşallah ki, onda maraqlı olacaq. Amma düzgün seçməməsəz biraz problemlər yaşana bilər yəni. Yəni öz düşüncə tərzinizə, kafa yapınıza uyğun olan insanlar seçsəz, onlarla dostluq eləsəz, bir yerdə takılsaz daha maraqlı olar sizin üçün. Çünki əks halda problemlər, davalar falan yarana bilir. Yəni çalışın özünüz kimi olun da. Heç kəslə, məsələn, özünüz tək qalmaq üçün heç kimə yalandan yaxınlıq eləməyin, yalandan səmiyyət eləməyin. Yaltaqlıq kimi falan, yəni uşaq-uşaq hərəkətdə ehtiyac yoxdur da. Özünüz kimi olsanız daha yaxşı olar. Yaltaqlığı elə bilirsiniz ki, heç kim görmür zat. Elə düşünürsünüz ki, bilinmir də o an. Amma inanın mənə o qədər bilinir ki, həmin hərəkətlər. Bir də dostlar, qiymətlərinizi önəmsiyin. Mən 1-ci semestr o qədər önəmsəmirdim. Bu semestr önəmsirəm. Yəni düzdür, əylənməyə daha qabaqda qoyun. Amma yəni çalışın ki, təhsiliniz olsun, çünki stipendiya alırsınız. Allah. Bəli də, yəni stipendiyaya görə oxuyuruq da indi. Sözü verirəm stipendiya alan tələbələrə. 100% alırlar. Getdiniz. Öncəliklə mən salamlayıram hər bir kəsi. Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Cəfərov Ömər. Yəni sizə ilk məsləhətim bu ola. Olur. İlk məsləhətim bu ola bilər ki, yəni gələndə dost qrupunuzu, ətrafınızı düzgün seçin ki, heç bir zaman peşman olmayaq. Məsələn, Fəqanla biz kimi də, yəni biz başlayandan bir yerdə başlamışıq. Yəni bir yerdə də davam eləyirik. Sadəcə Daimi. daim. Mən də Nəzrin dediklərinə qatılıram ki, qiymətlərinizi məncə yaxşı tutun. Yəni yaxşı qiymətlər alın ki, heç bir zaman peşman olmayın. Çünki universitet qutarında heç kəs sizdən soruşmayacaq ki, diplomum var falan. Soruşurlar ki, ortalamanız neçə olub, yəni necə oxumusunuz universiteti. Yəni belə şeylərə diqqət eləyirlər. Sonra söz verəm indi Fəqana. Yəni mən bu qədər məsləhət verə bilərəm. Deməli, sizi salamlayıram. Mən Fəqan Nurazadə, Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsiyim. Yağlan Ömər dediyi kimi də təsdiqləyirəm. Dost çevrənizi yaxşı tutun. Bir də ki, heç kimə güvənməyin. Yəni ilk başına demin ki, bu uşaq yaxşıdır. Yəni hamı ilk kolloquiuma qədər yaxşıdır. İlk kolloquiumda hamı tanıyırsa imtahanda. Yəni hamı özünə. Məsələn, mən bunu kolloquiumda tanımışam. Deyirəm, kolloquium yazılır, deyirəm ay Ömər baxmır. Tanıdım ki, bu nətər hörmətsizmiş. Hayır, biz Ömər stolun altına qoyub, oturduğu yerin altına qoyub fərəqlər. Sən də vurnuxa qalmısan ki, mən vərəqimə baxım yazıram. Ömər nə tək köçürdü, bilməyəcək. Ömər məsələn kağız döyür, kağız atır ayağının altına. Ki oradan baxıb köçürəcək. Elə. Yəni sonra məsləhət. Bir də ki, demin də mən oxuyacağım bir şey deyəcəm. Yəni elə uşaqlar var ki, oxuyur amma qiyməti az olur. Ona görə əsas ən yaxşı müəllimlərlə aranızı yaxşı tutun ki, qiymət baxımından yaxşı olsun.
Amma biz yaltaqlıq yox, amma müəllimlərlə münasibətiniz normal olsun ki, qiymətləriniz yaxşı olsun. Çünki bu qiymətlərə çox böyük təsir eləyir də. Çox oxsaz belə müəllimin səndən prinsip olsa qiymətin aşağı olacaq. Ona görə müəllimlərlə aranızı tutmağı məsləhət görürəm. Bəli dostlar, artıq vlogu yekunlaşdırıram. Çünki çox uzun oldu. Mən bunu editləməliyəm bir də. Hər nəysə sizləri sevirəm. Əgər videomu bəyənmisinizsə, bəyənməyi, yorum yazmağı unutmayın ki, belə videoların davamı gəlsin. Mən TikTok səhifəmə takib atarsınız da qızım. Angel 770'in. Yox, gəlmişsən qız. Bu qədər idi. Sağ olun. İnşallah ki, hər kəs istədiyi universitetə daxil olar. Sizləri sevirəm.